Yaxın günlərdə erməni terrorçu Montemelkonyanın adını daşıyan hərbi kollecin Avropa İttifaqı Təhlükəsizlik və Müdafiə Kolleci ilə əməkdaşlıq müqaviləsi imzalaması xəbəri həqiqətə uyğun deyil. Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Azərbaycan televiziyasının Avropa bürosunun ünvanladığı suala cavab olaraq bildirib. Avropa rəsmisinin dediyinə görə belə bir müqavilənin imzalanması hazırda gündəmdə deyil. Həmçinin Anita Hiper qeyd edib ki, Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin belə bir əməkdaşlıq memorandumu imzalaması üçün Avropa İttifaqına üzv 27 ölkənin hər birinin razılığı zəruridir. İlsar Ağayev, Azərbaycan. Sizin müraciətinizdən sonra biz bu məsələni araşdırdıq. Deyə bilərəm ki, hələ ki heç bir memorandumun imzalanmasından söhbət getmir. Məsələ ilkin mərhələdədir. Hələ ki bu məsələ Təhlükəsizlik və Müdafiə Kollecində qiymətləndirilir. Bu istiqamətdə qərar qəbul etmək haqqı kollecin idarə komitəsinə aiddir. Bu istiqamətdə heç bir qərar qəbul edilməyib. Ümumiyyətlə, belə bir əməkdaşlıq qərarının qəbul edilməyəcəyi də istisna deyil.